Salam dostlar, Windows 11'e yeni başlayanlar üçün hazırladığımız bu bələdçiyə xoş gəlmisiniz. Bugün biz bu güclü sistemi necə daha rahat və səmərəli istifadə edə bilərik ona baxacağıq. Elə isə çox vaxt itirmədən başlayaq. Deməli, kompüteri yandırdınız və qarşınızda ilk gördüyünüz şey, bax bu, iş masasıdır. Bura, belə deyək, sizin rəqəmsal iş stolunuzdur. Bütün sənədləriniz, qovluqlarınız, proqramlarınız hamısı burada, düz gözünüzün qabağında olur. Yaxşı, bəs Windows'u idarə etmək üçün nələri bilməliyik? Əslində, hər şey 3 əsas komponent ətrafında fırlanır. İş masası, Start menü və tapşırıqlar paneli. Bu üçlüyü başa düşdüksə, deməli, sistemin açarı sizin əlinizdədir. Gəlin elə birincidən, iş masasından başlayaq. Bura sizin əsas iş sahənizdir. Fayllarınızı, proqramlara sürətli keçidləri burada saxlayırsınız. Necə ki, real iş masanızın üstünə lazımlı əşyaları qoyursunuz, eyni ilə burada da hər şeyi özünüzə uyğun təşkil edə bilərsiniz. Bəs bu iş masasını necə idarə edirik? Ən güclü silahınız heç şübhəsiz kontekst menyudur. Bu nə deməkdir? Çox sadə. Mouse'un sağ düyməsini sıxırsınız və salam. Qarşınıza bir menyu çıxır ki, sizə inanılmaz imkanlar verir. Düzdür, Windows 11-də bu menyu biraz daha yığcam görsənir, amma köhnə versiyalardakı bütün seçimləri görmək istəyirsinizsə, narahat olmayın. Daha çox seçim göstər düyməsi həmişə köməyinizə çatacaq. Baxın, iş masasının boş bir yerində sağ klik edən kimi bu menyu açılır. Buradan nələr etmək olar? İkonların görünüşünü bir anda dəyişə, fayllarınızı anında çeşidləyə və bir çox başqa tənzimləməni apara bilərsiniz. Bu, gündəlik işlərdə sizə nə qədər vaxt qazandırar bir təsəvvür edin. İndi bəlkə də düşünürsünüz ki, iş masasını səliqəyə salmaq çətin işdir. Heç də elə deyil. Əslində, hər şey cəmi 1-2 kliklə həll olunur. Gəlin, özünüz baxın necə də asandır. Deməli, həmin o sağ klik menyusundan görünüş, yəni View bölməsinə gəlirsiniz. Buradan ikonların ölçüsünü seçə bilərsiniz. İstərsiniz böyük olsun, istərsiniz balaca. Sonra da sırala, yəni sort by ilə onları ada, ölçüyə, tarixə görə avtomatik düzürsünüz. Və salam, bir neçə saniyəyə dağınıq bir iş masası tam səliqəli bir məkana çevrilir. Və əlbəttə ki, ən əyləncəli hissə fərdiləşdirmə. Yenə də eyni menyudan, yəni sağ kliklə fərdiləşdir, və ya personalize seçirsiniz və iş masanızın arxa fon şəklini istədiyiniz kimi dəyişirsiniz. Bu, sizin kompüterinizi həqiqətən də sizin etməyin ən asan və ən gözəl yoludur. Yaxşı, iş masasını həll etdik. İndi gəlin Windows 11-in ürəyinə, yəni onun idarə etmə mərkəzinə keçək, tamamilə yenilənmiş Start menüya. Bura, belə desək, bütün proqramlarınıza və sənədlərinizə açılan əsas qapıdır. Baxın, yeni Start menyu budur. Fikir verirsiniz, hər şey daha səliqəli və mərkəzdədir. Yuxarıda axtarış yeri var. İstədiyiniz hər şeyi bir anda tapırsınız. Ortada bərkitdiyiniz proqramlar var ki, bir kliklə açılsın. Aşağıda isə sistemin sizin üçün seçdiyi, yəni son istifadə etdiyiniz fayllar göstərilir. Çox rahatdır, deyilmi? Bu üç zonanı yaxşı anlasaq, işimiz çox asanlaşacaq. Axtarış aydındır. Bütün kompüterdə axtarır. Bərkidilmişlər və ya pinned bölməsi sizin sevimli proqramlarınız üçündür. Bir kiçik ipucu. Onları istədiyiniz sıraya qoymaq üçün sadəcə mausuna tutub sürüşdürün. Tövsiyə olunanlar, yəni recommended isə çox ağıllı bir funksiyadır. Sistem sizin son işlədiyiniz sənədləri bura çıxarır ki, vaxt itirməyəsiniz. Menyunun lap aşağısında isə 2 vacib düymə var. Solda istifadəçi adınız görünür. Ora klikləyib hesabdan çıxa və ya parametrləri aça bilərsiniz. Sağdakı güc düyməsi isə yəqin ki, hamıya tanışdır. Kompüteri yuxu rejiminə keçirmək, tam söndürmək və ya yenidən başlatmaq üçün istifadə edirik. Növbəti dayanacağımız isə ekranın aşağısındakı o uzun zolaq, yəni tapşırıqlar panelidir. Bura sizin aktiv alətlərinizin və hal-hazırda açıq olan proqramların yerləşdiyi bir məkandır. Çox funksionallığın mərkəzi də demək olar. İlk baxışdan bu tapşırıqlar paneli sadə bir zolaq kimi görünə bilər, amma əslində içində çox güclü funksiyalar gizlənir. Gəlin indi onu hissə-hissə açaq və görək işimizi necə asanlaşdıra bilər. Soldan sağa gedək. Birincisi widgetlərdir. Bura hava, xəbərlər kimi gündəlik məlumatlar üçün sizin şəxsi panelinizdir. Sonra axtarış düyməsi gəlir, hər şeyi tapmaq üçün. Tapşırıq görünüşü isə bütün açıq pəncərələri bir yerdə görməyə və onlar arasında asanlıqla keçid etməyə imkan verir. Və nəhayət sağ tərəfdəki bildiriş sahəsi, Wi-Fi, səs, saat kimi sistemin vəziyyətini buradan izləyirik. Bu widgetlər funksiyası açığı çox maraqlıdır. Sanki telefonunuzdakı kimi bura hava proqnozu, son xəbərlər, birja məlumatları kimi bir çox fərqli kiçik pəncərə əlavə edə bilirsiniz.
Gündəlik həyatınızı birbaşa iş masanızdan təşkil etmək üçün əla bir vasitədir. Tapşırıq görünüşü, yəni task view, mənim şəxsən ən sevdiyim funksiyalardan biridir. Bu təkcə bütün pəncərələri bir yerdə görmək üçün deyil, həm də fərqli işlər üçün ayrı-ayrı virtual iş masaları yaratmaq üçündür. Təsəvvür edin, bir iş masası sırf iş üçün, digəri isə şəxsi məqsədlər üçün. Hər şey bir-birinə qarışmır. Bu, səliqəli işləməyi sevənlər üçün əsl tapıntı. Yaxşı, bütün bu funksiyaları öyrəndik. Amma ən yaxşı xəbər nədir bilirsiniz? Bütün bu tapşırıqlar panelini tamamilə özünüzə uyğun, öz iş tərzinizə görə dəyişə bilərsiniz. Bunu etmək isə uşaq oyuncağıdır. Sadəcə tapşırıqlar panelinin boş bir yerinə mausun sağ düyməsi ilə klikləyin. Açılan menyudan tapşırıqlar paneli parametrlərini seçin. Vəssalam, bütün fərdiləşdirmə seçimləri düz qarşınızdadır. Parametrlər pəncərəsi açılanda orada Taskbar Behaviors, yəni tapşırıq paneli davranışları adlı bir bölümü axtarın. Ən vacib və maraqlı dəyişiklikləri məhz buradan edə bilərsiniz. Buradakı ən böyük dəyişikliklərdən biri şübhəsiz ki, ikonların yerləşimidir. Windows 11-də standart olaraq hər şey mərkəzdədir. Amma bəlkə də siz köhnə usula Windows 10-dakı kimi ikonların solda olmasını öyrəşmisiniz. Heç bir problem yoxdur. Bir kliklə onu klassik sol düzləməyə qaytara bilərsiniz. Bu tamamilə sizin zövqünüzə bağlıdır. Bax belə. Deməli, 3 əsas sahəni, iş masası, start menyu və tapşırıqlar panelini birlikdə öyrəndik. İndi əsas məsələ bu bilikləri birləşdirib Windows 11-i tamamilə özünüzə məxsus, rahat bir iş mühitinə çevirməkdir. Bu fikri heç vaxt unutmayın. İş masanız sizin şəxsi məkanınızdır. Start menyunuz sizin idarə etmə mərkəzinizdir. Tapşırıqlar paneliniz isə sizin alət dəstinizdir. İndi isə gedin və onlara özünüzünkü edin. Bugünlük məndən bu qədər. Amma sizin üçün əsl macəra elə indi başlayır. Mənə də maraqlıdır, ilk olaraq nəyi dəyişəcəksiniz? Bəlkə iş masanıza yeni bir şəkil qoyacaqsınız, yoxsa tapşırıqlar panelini dərhal sol tərəfə çəkəcəksiniz? Seçim sizindir. Kəşf etməkdən çəkinməyin. Növbəti izahlarımızda görüşənədək.